Düzgün, passive voice-da olan cümləni tapmağı istəyir. Passive voice işləyən zaman diqqətli olursunuz feildən sonrakı hissəyə. Həmin hissə cümlədə, cavablarda qarşıya gəlməlidir. Baxıram a variety of subjects. Bunu bir yerdə götürəcəm, çünki bu söz birləşməsidir. D variantını çıxıram. Qayıdıb zamanıma təkrar baxanda görürəm ki, have discussed-dır. Bu bitmiş zamandır. Bitmiş zamanın məchul növü isə have, has, plus been, plus verb 3 şəklində olmalıdır. Mən nəzər yetirən variantlarıma. A variantına baxanda görürəm ki, have discussed-dır. Been-i yoxdur. Səhv. B variantına baxanda görürəm ki, had been discussed veribdir, amma burada had olmamalıydı, have olmalıydı. C variantına görürəm ki, bəli, have been discussed mənim burdakı yazma uyğundur, düz götürürəm bunu. Y variantına baxanda isə görürəm were discussed. Bu isə keçmiş zamanın məchul formasıdır. Ona görə də bu da səhvdir. Yəni mənim düzgün cavabım olacaq C variantı.